Hər vaxtınız xeyir dostlar. Mən Şef Rafael. Bugün sizə suşinin tarixindən biraz danışmaq istəyirəm. Əslində hamı elə bilir ki, suşi Yaponlardan gəlib. Ancaq belə bir şey yoxdur. Suşi Çin xalqından gələn bir yemək üsuludur, yeməkdir. Deməli, mən özüm kim bilmir, mən özümü təqdim edeyim. Şef Rafael uzun illərdir, mən 22 ilə yaxındır Aziya mətbəxi üzrə baş aşpaz işləyirdim. Brend şef işləmişəm. Azərbaycan çox suşi restoranların və çatdırılma xidmətlərin avtoruyam. Və uzun illərdir ki, yəni öz üzərimizdə işləyirik və nəhayət ki, bir ildir öz restoranımızı açmışıq. Adı İzakaya Bay Şef Rafael'dir. Xaqani küçəsində yerləşir. Buyurun gələ bilərsiniz, dada bilərsiniz suşilərimizdən, Aziya mətbəxlərimizdən. Ümumiyyətlə, dünya Aziya mətbəxi üzrə yeməklər bizdə, yəni hər şey var. Suşinin tarixdə gəldikdə 2003-cü ildə mən ilk dəfə suşi ilə tanış oldum. Deməli, suşinin dadına baxanda çox güman ki, indi çoxlarımız suşi birinci dəfə kimsə dadına baxıb, xoşuna gəlməyib, kimsə ürəyi bulanıb. Məndə eyni qaydada olub. Bizdə bir Çin şef-povur işləyirdi, aşpaz işləyirdi, baş aşpaz. Suşi düzəltdi, ilan balığından düzəltmişdi, unagi ilə düzəltdi. Dadına baxdım, elə yeyə dedim ki, bəs içində nədir də, ingilis dilindən soruşdum ondan. Belə göstərdi, dedi, il da mən ingilis dilində ilan. O ürəyim bulandı həmən dəqiqə. Onu axıra bir kimi yeyə bilmədim. İkinci dəfə, üçüncü dəfədən, yəni mən sonradan bildim ki, unagi, yəni sırf ilan balığıdır. Okean ilan balığı və çay ilan balığısıdır. Ona görə ondan sonra yavaş-yavaş mən bu mətbəxə vuruldum. O vaxtı, indiki zamanədə çox asandır suşunu öyrənmək və təlim keçmək. YouTube var, internet var, hər şey var. Bizim dövrümüzdə Ericsson var idi, yalnız ya da ki Aselsan var idi. Yəni orada nə YouTube var idi bizdə. O vaxtı ancaq cip Motorola'lar olurdu bizdə. Onun həvəsinə mən getdim Moskvaya. Suşiyə aid bahalı kitablar aldım. Gəldim və kitab üzrə başladım mən öz üzərimdə işləməyə və praktika keçməyə. Və çox şeylərə nail oldum. Original reseptlərdə ilk demək olar ki, Azərbaycanda ilk suşimenlərdən biriyəm. İlk komanda suşimenlər, yəni Madoda olub. Özünüz bilirsiniz, Həyat Regency açılanda Klub 33 var idi o vaxtı. Sonra Həyat Regency'nin tərkibində və sonra Mado ilk Azərbaycan Yapon restoranı açılmışdır. Qaydaq tarixə, suşin tarixinə Çindən gəldiyini hardan bilirəm. YouTube var, yəni ki, tarixə baxa bilərsiniz, Google'da var, Wikipedialarda yazılır. Yəni 4-cü əsr eramızdan əvvəl suşini hazırlanma qaydası, çürümə prosesini mən sizə danışacağım. Deməli, o vaxtı balığı duzlayıb və düyü ilə bir yerdə qarışdırıb və taxta yeşiklərə yığırlar və onun üstünə ağır daş bir qoyub 6 aydan 12 aya qədər çürümə prosesini yaratmaq üçün balığı duzluyurdular. Məsəl üçün bizdə indi motal pendiri eləyirlər. Nə qədər ki çox qalır, o qədər onun keyfiyyəti artır, özünüz bilirsiniz. Sonra və 4-cü əsr bizim eramızda olanda Yaponlar o üsulu götürüb özlərinə və başlayıblar sirkə qatmağa. Düyü prosesin, balığın çürümə prosesini daha da, yəni 6 ay, 12 ay gözləməmək üçün 3 aydan, 2 aydan 4 aya, 5 aya kimi çatdıra bilərdilər. Yalnız 18-ci əsrin əvvəlində Yoxey, şef-povur Yoxey bu üsuldan imtina edib və yalnız düyünü götürüb istifadə edib balıqla və çıxardıb demək olar ki, bazar, yəni fast food tipli yemək sayılırdı o vaxtı. İndi yavaş-yavaş buna qaydırıq biz.
indiki dövrdə New Yorkda bu yaxınlarda sushi push pop çıxıb. Yəni demək olar ki, fast food yeməklərdə yavaş-yavaş çevrilir. Yəni öz əsri köhnə qədimi tarixi yenidən qayıdır. Və 18-ci əsrində Yokai sushi'ni yaradandan sonra yalnız Ruslar indiyə kimi deyir ki, roll, yəni makidir, sushidir. Elə bir anlayış yoxdur. Çünki roll özü sushidir və nigiri də özü sushidir. Maki, yəni onlarda sözün maki mənası roll deməkdir. Ona görə onlar hər şeydə yanında sushi sözü həmişə yazdırırlar. Nəyə görə? Məsəl üçün, var uramaki, düyü üstdən, var hosomaki, nori üstdən balaca rollar. Sonra var futomaki, böyük rollar. Onlar hamısı sushi gedir. Futomaki sushi, uramaki sushi. Məsəl üçün nigiri sushi. Nigirilər yumru düyünün üstünə balıq tikələri qoyub, o nigiri adlanır məsəl üçün. Sonra gunkan sushi'lar var, balaca gəmilər. Yəni növlərin, onu mən ayrı bir videorolik çəkəcəm. Sushi növlərinin adlarını mən sizə danışacağım. Və Japonun klassikasında bugünkü günə qədər yəni qızarmış hot roll olan bir şey yoxdur. Bəzi Japonlar deyir ki, əgər qızarmış rolları sushi deməsək, yəni bu çox dadlıdır. Yəni sushi deyil, ancaq çox dadlıdır. Sonra Kaliforniya və Philadelphia roll 70-ci illərdə, 73-cü illərdə bir Yapon şef-povur New York'a gəlib və çünki Amerikanlar norinin dadını xoşlamırlar. İndiyə kimi mənim müştərilər zəng edib deyir ki, bəs şef norini gizlət, norini biz görməyək. Onu izolent adlandırırlar ona. Ona görə deyir biz xoşlamırıq, gizlət onu. Ona görə bütün rolları mən eləyirəm onlar üçün düyü üstdən. Uramaki eləyək onlar üçün. Deməli, Philadelphia pendiri Philadelphia'nın şəhərin adından krem cheese götürüb vurublar, üstünə balıq. Kaliforniya rolu, Kaliforniya, yəni çiğ balığı götürüb əvəz eləyiblər krab əti ilə, avokado, xiyar və üstünə də tobiko uçan balığın kürüsünü vurublar. Bu indiyə kimi gəlib, yəni ki, bu sushi klassikası sayılmır. Bu Avropa və Amerikadan gələn bir rollardır. Ona görə bugünkü gündə klassik Yapon sushilarını şəhərdə verən çox azdır. Çünki bizim cəmaət qızarmış rollar da xoşlayır, çiğ də xoşlayır, hisə verilmiş də xoşlayır. Ona görə bir balaca bir belə bir rolik çəkdim, reels çəkdim sizin üçün ki, biraz anlayışımız olsun ki, bəs bu əslində Çindən gələn bir yeməkdir. Çox sağ olun əziz dostlar. Diqqətinizə görə sağ olun.